Xoş gördük, vaxtınız xeyir əziz dostlar. 11 avqust 2026-cı il Kiyev şəhərində saat 22:00-dır əziz dostlar. Bu gün 20 Miqyaslı müharibənin 1630, ümumi müharibənin 4556-cı günüdür. Xəbər başlıqlarımızı görürsünüz və Ukrayna mətbuatında və komandirlərin, o cümlədən qoşun hissələri komandirlərinin verdiyi, yəni həm də Robert Brovdi Magyarın dediyinə görə 11 avqustu Ruslar uzun müddət yadlarında saxlayacaqlar. Bu gün doğrudan da Ruslar çox ağır zərbələr alıblar. Bunlarla bağlı danışacağıq. Hədəflər çox fərqli və möhtəşəm olub, mən belə deyərdim. Halbuki möhtəşəm sözü təbii ki, müharibəyə yaraşmır, amma ağır zərbələr alıblar Rusiya tərəf. Sonra 20 kilometr dərinlikdə deməli Azov korpusu Rusların böyük karvanını məhv edib. Bu dünən olub. Bu günləri bizim öz bilirsiniz rəsmi kanal olduğumuza görə rəsmi təsdiqdən sonra və çəkilişlərdən sonra bunu sizə deyirik. Putin Paşinyanı hədələdi. Bu və başqa məsələlər. Sonra Washington Postda çox sensasiyalı bir məsələ. Necə Trump başqa təyyarə ilə Ankaradan qaçıb 8 avqustda və onun təyyarəsi vurula bilərmiş. Jurnalistlər isə onun təyyarəsi ilə uçublar. Böyük bir skandal yaşanır. Yaranıb Amerika Birləşmiş Ştatlarında. İrandan güya kəşfiyyatdan məlumat alıblar ki, ona hücum ola bilər. Bununla bağlı da danışarıq. Beləliklə, əziz dostlar, gəlirəm ona ki, Ukrayna başlıqları bu günləri həm də hərbi müxbirlərimizin, həm dostlarımızın, tanıdıqlarımızın, hərbi rəhbərliyin bildirdiyi bundan ibarətdir ki, 11 avqust Rusiya tərəf uzun müddət yadından çıxara bilməyəcək. Başlıqlar belədir. Yəni, ən azı 3 iri sənaye obyekti Rusiya tərəfdə məhv edilir və bu, belə deyək, ötən gecə, yəni bugün səhərə yaxın olub. Və Rusiya Federasiyasının fərqli regionlarında baş qərargah bildirir ki, yanğınlar olub və logistik və neft infrastrukturlarında partlayışlar baş vermişdir. Bu partlayışlar nədən ibarətdir? Demək, biləsiniz ki, hətta demək, Komsomolsk-na-Amuri, Xabarovsk krayda neftarımı zavodu partladılıb. Bunu hələ ki, Ukrayna tərəf təsdiq yaxud inkar etmir, amma zavodun yandığı məlumdur və hər halda Ukraynadan ora məsafə, dövlət sərhəddimizdən ora məsafə 6500-6800 kilometrdir. Deməli, həm də başqa şəhərlərdən də götürüblər. Kiyevdən 7000 kilometrdir, Xarkovdan 6600 kilometrdir, Dniprodan, Dneprdən 6800 kilometrdir, Odessadan 7200 kilometrdir, Ujgoroddan 7500 kilometrdir. Bunun əlavə İrkutskda, əziz dostlar, xəbəriniz oldu. Deməli, Angarskda, orada da neft arima zavodunda yenə yanğın var. Heç kəs bilmir. Orada bir neçə min kilometr deməli məsafədir. Nə baş verdiyi yəqin ki, bunlarla bağlı sabahları biz sizə deyəcəyik. Orenburg vilayətinin Orsk şəhərində bugün səhər güclü partlayışlar baş verib. İlkin məlumatlara və Ostent analitiklərin bildirdiklərinə görə Eloya VT Orsk deməli neft arima zavodu Orsk Neftorg sintezdə partlayış baş verib. İcazənizlə mən bəzi dediklərimi hətta sizə nümayiş etdirim və gələk deməli hara gələk? Gələk ora ki, demək Voronejdə bilirsiniz Rusiya Federasiyasının o Wildberries deyirlər, Wildberries deyirlər, W ilə yazılır da. Kim necə istəyir elə deyir. Demək, 156 min kvadrat metrlik, demək, orada dambar yandırıldı bu günləri, özdə kül oldu. Özünüz üçün biləsiniz ki, əziz dostlar,
ambarda 90 milyon adda çeşiddə yəni məhsul olub. Məhsul deyəndə yəni satış üçün də belə deyək. 90 milyon adda hər gün həmin ambardan 1 milyon 800 min ədəd satış üçün yəni mal gedirmiş. Bax belə, yəni Wildberries-in də işi demək belədir.